Sərnişinlərin nəzərinə şəhər daxilində işləyən bütün avtobuslara bilet kassaları qoyulmuşdur. Avtobusda getmə haqqını kassa vasitəsilə ödəyin. Getmə haqqını sürücüyə vermək qəti qadağan olunur. Vətəndaş sərnişinlər, getmə haqqını kassaya atıb bilet götürməyi unutmayın. Bileti avtobusdan düşərkən sürücüyə və ya nəzarətçiyə təqdim edin. Günlərin bir günündə kino kameranı götürüb şəhərə çıxdıq. Məqsədimiz bu idi ki, baxaq görək sərnişinlər avtobuslarda qoyulan bilet kassalarından necə istifadə edirlər. Getmə haqqını kassaya atıp bilet götürmeyi unutmayın. Qəribədir. Bilet kassaları dura-dura görəsən sərnişinlər bilet pulunu sürücünün papağına niyə atırlar? Təəccüblü nə var ki, sürücünün papağı dönüb olub kassa. Siz niyə pulu sürücüyə verdiniz? Xırda pulum yox idi, verdim ki xırdalasın pulunu çıxsın. Nə böyük Bilet oldu aldınız? ki? Nəyimə lazımdır onun bileti? Pulunu verdim də. Ancaq gərək bilet də aladınız, qayda belədir. Axı bileti yoxdur. Necə yoxdur? Hər bir avtobusda bilet var. Bunun bileti yox idi. Məyər bilmirsiniz ki, sürücüyə pul verməklə onun mənliyinə toxunursunuz? Onu təhqir edirsiniz? Sən də təhqir olunsaydı götürməzdi. Şoföre pul verdim de. Bileti göstər. Bilet götürmedim əmi. Niyə götürmədin? Ne bileyim ancak pulumu verdim. İnanmırsınız gidin soruşun. Niyə inanmıram? İnanıram. Ancaq gərək qayda üzrə bilet də götürəydin. Sürücüye pul verdim de. Sürücüyə pul vermək onu təhqir etmək deməkdir.